eləsin. Cadı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhid analarımız var. Onlardan var. Allah'tan sizlərə səbirlər diləyir. Dünyamız belə gətirdi ki, biz arzularımızdan bu veya digər səbəblərimizdən baxımdan uzaq düşdük. Baxımdan tez ayrıldık. Belə düşüncələrimizdə, fikirlərimizdə. Ben de sonunda bak diyorsa yok öyle. Belə yaxşı idi, belə əvvəldən də belə görmüşdük əks halda ki, biz ayrılmalıydık, olan qalmalıydı. Ama talih baxımından qismət baxımından çətin durumlara, elə çətin sınavlara düşdük ki, bizlər qaldıq, onlar bizdən ayrıldılar. Belə bir dini kəlam var. Belə bir dini kəlam var, orada bir qeyd olunur ki, hər kəs sevdiyi ilə məhşur olar. İnsan həyatda yaşadığı dünyada nəyi sevirsə, onunla tanınar, onunla məhşur olar. Əgər dünyanı, günahı, küfürü seçibsə, elə onunla da tanınacaq. Əgər beləncələ bir şəhidi, bir məqama çatmış, bir cavan, nakam taleyi sevərsə, elə onunla məşğul olar, elə onunla da, yəni elə şəhid kimi olar. Bir daha deyirəm, Allah sizlərə səbir versin. Azərbaycanımızın bütövlüyü uğrunda canlı fəda eləmiş bizim qəhrəman, cavan balalarımızı Allah rəhmət eləsin. Allah səbir versin. Çox çətin durumlardır, çox çətin zamanlardır. Çox qaralmış üzləri ağardan balalardır. Bu yaxınlarda elə dünənlərdə idi, mən fikir verdim. Mənim də, sizlərin də, indi bunlar oğlan uşağı olublar da, bunların dostları da olub, yoldaşları da olub. Amma çox az qismdə insan mən burada gördüm. Bizim məsələn məhəlləmizdə Abdullahın bir dostu gəlmişdi. Başqalarının görürsən ged-gedə, elə bizdən başqa çoxlarının yadından çıxır. Amma yenə də iştirak edən o cəmaatdan, o soyuqda gəlib burada üşüdə dayananlardan Allah razı olsun. Ki onların qəlbi bizlərləndir. Azərbaycan doğma divarlarımızdır, doğma vətənimizdir, obamızdır, elimizdir. İndi görürsən hamı döyüşməz də, biri görürsən boyun qaçırlar, biri fərari olanda digərləri məsuliyyəti hiss edirlər. Şöhrət o qəhrəmanlarımızdan. İxtisası da həkimdir. Yəni yaralını, xəstəni müalicə etmək, onun peşəsi budur. Əvvəldən yolun verir. Amma talih elə gətirir ki, həkimlikdən əlavə əlinə silah alıb döyüşür. Allah rəhmət eləsin. 2 balası var, səhv etmirəmsə. Allah onların ömrün bərəkətli eləsin. Onlar qaldılar, ata-anası qaldı, doğmaları qaldı. Həmçinin burada bax, əyləşiblər, cərgə ilə əyləşiblər. Bunların da bilirsiniz nə qədər xəyalları, arzuları vardı. Nə qədənə düşünürdülər bu barədə, amma neyniyə ki? Qəzab-ı qədər tamam başqa cür yazıldılar. Tamam başqa bir şey çıxdı ortalığa, bunu heç hazır da dövdük, gözləmirdik də. Allah Təala Quran-ı Kərimdə bunlarla bağlı çox ayələrdən danışır. Bəzən imamların hədislərini oxumuşam. Onlar belə söhbət edirlər ki, analar görsən çox tez kövrəlir. Onlara çox tez təsir edir. Çünki orada qeyd edir ki, yəni onlarla müxalifət eləmir. Niyə? Onlar o evladını özününki bilir. Doğmadan doğma bilir. Yəni hər bir şeydə yanında olmalıdır, hər bir şeydə sözündə olmalıdır. Yəni kimsə nəsə desə ona acıq gəlir. Birinci küsən qəlb elə ananın qəlbidir. İnciyən də odur. Onun üçün də ayrılmaq həddindən artıq çox çətin olur, çox çətin olur. Amma mənim əzizlərim, görürük də bəzi yoldaşları, onların məsəl üçün evladları bu və ya digər səbəbdən dünyaların cavan dəyişirlər. Sonda görürsən deyirlər ki, kaş o da şəhid olaydı. Əvvəla heç kimi arzulamırıq ki, həyatdan cavan köksün. Anası, atası, yaxınları gözü yaşlı qalsın. Burada hərənin bir arzusu vardı. Hərə bir cür saadətin bir addımlığındaydı. Hərə bir cür yaxındaydı. Amma neynəyəsən ki,
gəldi elə bir vəziyyət alındı ki, biz daha ömrümüz, günümüz burada qocalmalı oldu. Bu yolları da deyək ki, gözlərimiz görməsə də, elə piyada bizi buraxsalar gəlib gedərik. Yəni bu qədər mənimsəmişik, bu qədər tanınmışıq. Bu qəhrəmanımız doğrudan da qəhrəmandır ki, məsəl üçün, bax, belə bir zamanda xalqımıza sahib çıxıb, irəli gedib, yoldaşlarını atmayıb. O döyüşmək istəməsəydi döyüşməzdi də. Amma görürsünüz ki, neyniyibdi? Böyük bir qəhrəmanlığa imza atıbdı.